Bugün sözümü tuturam. Mənim bir dənə alışveriş. Bugün sözümü tuturam və ilk videomu və həm də ilk vlogumu çəkirəm. Saat 12-dir və mən indi durmuşam yuxudan. Hava çox pisdir. Amma indi bu qız sizə video çəkəcək. Əgər xoşunuza gəlsə, onu deyərsə, onsuz gələcək. Yəni bir zəhmət. İndi yəqin ki, yemək yeyirsiniz. Yəni bu arada bax, bu dəqiqə yuxudan durmuşam və kameranı açmışam. Başqa heç bir şey hep əzülmüşəm orası heç. Yəni üstümdə sudda görürsünüz. İndi sizə bir də havanı göstəreyim. Sonra baxarıq da nə edəcəyimizə. Neyse, indi nə edirik? İndi bir dənə yüngül var, bir dənə çay içirik. Çünki yemək yeməsək də mütləq səhər isti bir şey içək ki, bu havada ölməyək. Çayın altını qoymuşam. İnşallah gözünü orada dağıtmır. Neyse, gedib mən bir də özümə çay içdim. Getdim saçımı daradım. Çay içməkdən vaz keçsin. Çünki ürəm istəmədi. Daha doğrusu dəmləməyə qaldım. Neyse. Bu arada mənim saçım dalğalıdır. Baxın, hamı məndən soruşur, sənin saçın düzdür ya dalğalıdır, nə bilim nə. Saçım dalğalıdır dostlar. İşığı dəyişdirək. Qəşəngmiş. İndi anamı gözləyirəm. Mən yol pulu atsın kartıma. Çünki evdən çıxmağa 1 manatım var. 1. Neyse, mən evdən bir dənə yol pulu atsın. Sonra mən günümü quracam. Neyse. Dostlar, indi sizə söz deyəcəm. Mən indi kahve içirəm. Qoy göstərim. Divanın üstünə baxmayın çünki yəni tənbəl qız oldum mən hətta. Mamam bəlkə gəldi götürdü məni. Anam aparacaqdı kursa. Çünki hava çox pisdir. Amma bu da bir ehtimaldır. Çünki mamam müəllimədir məni. İndi uşaqlar 7 dərsdən qaçsa, yəni 7-ci dərs olmasa gələcək. Olsa maalesef gələnməyəcək. Hər kimi əlimdə tutub vlog çəkəmirəm. Bunu özümə öyrəşdirməliyəm. Amma məsələn, əldə çox narahatdır və mənim əlim əsir. Təbii ki də evdən çıxanda heç nə çəkə bilmədiyim. Çünki tələm-tələsik çıxdım. Burada oturmuşam maşına. Dəhşət bir yağış yağır. Neyse, burada gedirəm. Dostlar, mən kursa çatdım, amma ki yolda heç nə çəkə bilmədim. Dostlar, indi kursdayam. Yolu çəkə bilmədim çünki 9 nömrədə Elitstar Cəmilə çalırdı. Mən də utandım. Və saçımı evdən çıxıb düzləşdirmişdim, amma saçım buraya yoxdur. Axşama yəni sizə yemək yeyəndə çəkməli video gəlir, qədimi bilin. Dostlar, 2 dərsimiz qalıb. Heç nə. Buradan evə gedəcəm, sizə ev macəralarımı göstərəcəm. Yatağın kimi çəkəcəm, yatağın kimi. Görürsünüz. Yəni burada kamera arxasında 3 nəfər var. Biz indi onları göstərmirəm. Sonra ataları mənim nömrəmdə bu söyləyəcəklər. Araz müəllimin, ya Araz bəyin. Dəqiqə. Aha, mən atmışam. 50 abunəm var ya. 50-cisi mənəm. Bunlar şəkil çəkdirəcəm. Dayanın, dırnaqlarıma baxın. Hər yerdə göstərdim, sizə də göstərəcəm. Oxuyan uşaq dırnağı. Dostlar, kursdan çıxmışam. İndi evə gedirəm. Yanımda Şəfiqə var. Evdə inşallah vlogun davamını sizə atacağam. İndi çox pis yağış yağır. Hər şeydə atacağım, sağ olun. Dostlar, mən evə özümü çatdıra bilmədim. Ajinyak olduğum üçün yemək aldım. Və sizə qaranlıqda həm video çəkirəm. Yəni ki, qədrimi bilin. Mən üzü taksiyə doğru gedirəm və mən tam sonra girdim təbii ki də. Evə kimi özümü saxlaya bilmədim və yeməyə bir şey aldım. İnanmıram ki, mən bunu burada yeyə biləm bu havada. Gedirəm taksiyə, yəqin ki, evdə atacağım yine kameranı. Yeyə bilsəm indi yeyəcəm, yeyə bilsəm çəkəcəm, yeyə bilməsəm də ki, etsə. Evdə yeyərəm. Gedirəm evə dərs eləmək. Yəni evə girən kimi birinci işim dərs eləmək olmalıdır. Saat, bu arada biz Şöhrət müəllimlə görüşdük. Onu biraz gec buraxdılar bizi. Saat 9'a qalar hardasa. İndi baxamıram, baxsam video gedəcək.
Ona görə gedirəm taksiyə. Və kakraz mən yer tapmışkən yeməyimi yeyirəm və taksi gözləyirəm yəni. Bu vaxt kurs niyə olur? O da maraqlıdır. Belə saçım da burulub, sağ olsun. Gedirəm taksiyə, yəqin ki olar. İnşallah. Ben taksiden düştüm ama bir problem var ki keçməyə yer yoxdur. Baxın, hər yer yaşdı. Mən hardan keçəcəm indi evə? Baxın. Baxın. Yaşadığım yer və mənim əlaqəm burayla. Mən bunu keçirəm bir dəqiqə. Hello dostlar, çatdım evə və dərs edirəm. İkinci qrup başqa şeydir. Neyse ben ders eləyim, sonra açsın kamera. Dostlar, burada təzə paltaları almışam, onları geyinib baxıram, amma burada danışamadım. Dostlar, dərsim az qalıb, amma istəyirəm videonu qutaram. Çünki mən bu videonu bugün axşama söz vermişəm hamıya və ündən bitirirəm. Onsuz da çox gec yatan deyiləm, 12-də yatacam, saat 11-dir. İndi bir dənə coğrafiyam qalıb. Bu qədər. Video bitdi. Əgər belə videoların daha çox gəlməsini istəyirsə, yoruma necə bəyəndiyinizi, nə tür videolar bəyəndiyinizi yazın, çəkəcəm. Sağ olun.